İnşallah sözün mənası nədir? İnşallah məncə Allahın izni ilə deməkdir. Mən belə düşünürəm. Allahın izni ilə deməkdir məncə. İnşallah sözü əlbəttə ki, İslam dinindən gəlib bizə Allahın izni ilə deməkdir. İnşallah sözün mənası nədir? İnşallah yəni Allah köməyi ilə. Allahın köməyi ilə. Allah köməyi ilə. İnşallah sözün mənası nədir? İnşallah sözünün mənası yəni qəbul olar. Yəni Allahın izni ilə deyə düşünürəm. Yəni Allahın izni ilə olar mənasında. Yəni ümidvaram məsəl üçün arzu mənasında deyə bilərik. Yəni inşallah bu reallaşar. İnşallah bu gerçək olar mənasında deyə bilərəm məncə. Bir şeyin ən gözəlinin qismət olması və ümidlə o şeyin olacağını gözləmək və xeyirlisinin nəsib olmasını deməkdir. İnşallah sözün mənası nədir? İnşallah sözün mənası məncə, yəni inşallah hər şey yaxşı olar da, yəni Allahın izni ilə. İnşallah sözün mənası nədir? Allahın izni ilə. İnşallah sözün mənası nədir? İnşallah Allah nə vaxt izin versə deməkdir. İnşallah. Yəni Allahın izni olduğu təqdirdə olacaq. İnşallah.